Türk mətbəxindən olan bu toyuqlu, noxudlu pilav neçə vaxtdır kəşfətimi işğal edib. Qızlar, baxıram ki, bütün blogerlərimiz hamısı paylaşırlar və mənim də ürəyim çəkdi. Dedim, bu dəfə də mən paylaşım. Amma indidən deyirəm, çox xahiş edirəm, yorumlarda, şərhlərdə yağ, kərə yağı yazmayın. Çünki mən kərə yağı yeyə bilmirəm. Əvvəlcədən düyümü yudum, islatdım. Daha sonra tavama yağ əlavə etdim. Düyünü ən az 2 saat istaqda saxlayıram. Və yumuş olduğum düyləri içərisinə əlavə edib qarışdıra qovururam. Mənim burada tavam balacaymış. Sonradan fikir verdim və ona görə də qazanımı dəyişdirdim. Dayanmadan qarışdıra qovururam. Çox qəşəng belə dən olur. Bir damcı da belə rəngi saralmağa başlayır və qəşəng dən olurlar. Təxminən bir 5 dəqiqə qovurma prosesi çəkir. Amma dediyim kimi heç dayanmadan qarışdıram ki, hər tərəfi yaxşıca qovrulsun. Daha sonra isladıb qaynatmış olduğum noxudları da düyümün üzərinə əlavə edirəm, qarışdırıram və son olaraq qaynadıb didmiş olduğum filələri də eyni şəkildə pilavımın üzərinə əlavə edirəm və yaxşı qarışdıram. Bol qarışdırıram. 2-3 dəqiqə təxminən qarışdıra bir yerdə təkrar qovururam. Birbaşa suyunu əlavə etmək istəmədim. Belə daha qəşəng oldu. Biraz da əti və noxudları da forma aldılar. Daha sonra isə 1 stəkana 2 stəkan prinsipi ilə qaynar su əlavə edirəm içərisinə. Məsələn, mənim düyüm 4 stəkan idi. 8 stəkan da üzərinə qaynar su əlavə edirəm. Qapqaynar qaynadıb yerindəcə əlavə edirəm. Çünki bu formada hazırlanmalıdır. Soyuq su ilə olmaz. Bəzən şərhlərdə yazırlar soyuq su, qaynar su. Halbuki hər dəfəsində qeyd edirəm, amma olsun. Son olaraq isə duzunu, istiotunu da əlavə edirik. Mən aşa istiot yaraşdırmıram, daha doğrusu düyüyə istiot yaraşdırmıram. Ona görə istiotlarını istifadə etmədim. Siz istəsəniz təbii ki, istifadə edə bilərsiniz. Bunu da yaxşı qarışdıram və dediyim kimi 1 stəkana 2 stəkan prinsipi ilə qaynar suyumu da əlavə edirəm. Qapağı bağlı bir şəkildə vamxodda qaynamağa qoyuram. Təxminən 5-10 dəqiqə qaynayır və artıq suyu çəkilmiş olur. Suyu çəkildikdən sonra isə burada suyun süzülməyini göstərməmişəm. Yəni qeyd etdim zaten. Burada videoda yadımdan çıxıb. Suyunu 1 stəkan 2 stəkan süt tökdük və qoyduq, qaynadı. Qaynadıqdan sonra isə təkrar bir dəfə qarışdırırıq. Qazanımızın papağını keçirdirik, qoyuruq dəmə. Təxminən 25-30 dəqiqədə dəmdə saxlayırıq. Mən ümumiyyətlə aşının dəmdə çox qalmasını tərəfdarıyam. Heç bir ziyan olmur. Tam əksinə çox qəşəng dadı olur. Təxminən 25-30 dəqiqə dəmdə saxladıqdan sonra isə görürsünüz necə gözəl görsənirlər, dəndilər və artıq servis edirik. Mən yanında turşu elədim, yəni turşu ilə servis etdim. Çünki çox uyğun gəlir. Siz də hansı formada istəsəniz o formada servis edə bilərsiniz. Hazırlayan hər kəsə indidən nuş olsun. Ümid edirəm ki, dadını siz də ən az mənim qədər bəyənərsiniz. Dadı çox gözəl idi, çox qəşəng, bəyəndim mən.